Salam, xoş gördük. Yenə mən jurnalist Vilayət Muxtar. İranla bağlı məsələlər son günlərin əsas gündəm hadisəsidir. İranda baş verən intifadlar eyni zamanda rejimin etirazçılara qarşı davranışı və etirazçıların içində rejimə qarşı, rejim polisinin və hərbi güc strukturlarına qarşı cinayətkar fəaliyyət göstərən qruplarla bağlı ciddi problemlər var. Eyni tərəfdən Qərb dünyası da İranı təhdid edir, xüsusilə Amerika Birləşmiş Ştatları etirazçılara qarşı fəaliyyətini dayandırmasa İrana hərbi müdaxilə edəcəyini açıqlayıb, hətta Tramp administrasiyası, Tramp başda olmaqla bu bəyanatları dəfələrlə səsləndiriblər. Bugün isə İran bunlara cavab olaraq belə bir məlumat açıqlayıb ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə daxil olmaqla bu regionu əhatə edən bütün ölkələrdə olan Amerika Birləşmiş Ştatlarına məxsus hərbi bazaları vuracaqlar. Yəni bu kifayət qədər son günlərin ən müharibə ehtimalı olacaq bir bəyanatıdır. Hadisələrin inkişafı göstərəcək ki, nələr baş verəcək. İrana qarşı Amerika və digər qərb gücləri hərbi müdaxilə edəcəklərmi və ya İran bu dediklərini edəcəklərmi? Yaşayıb görəcək. Hələlik.